Axşamınız xeyir olsun müəllimlər. Bizim bugünkü izahımız olacaqdı 8-ci sinifdən 4-cü mövzu deklarativ tətbiqi sənəd, ağac üzərində oyma. İndi baxırıq kitabımıza. Bax, burada nə verilibdir? Birinci cümləyə baxağım. Bircə dəqiqə mən qələmi də çıxardım. Bax, burada deyir ki, bax, birinci cümləyə diqqət edirik. Deyir ki, dekorativ tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindəndir. Bax, bizdə desə ki, incəsənətin geniş yayılmış növü sahələri desə, tətbiqi, bu zaman incəsənət sözü varsa, biz onu götürəcəyik ağac üzərində oyma. Amma ki, sadəcə dekorativ tətbiqi sənətin geniş yayılmış növü, yəni geniş yayılmış şeydirsə, bu zaman aplikasiya və naxış tikməni götürəcəyik. Bax, dekorativ tətbiqi sənətin geniş yayılmış növü. Bax, incə sözü yoxdur orada, incəsənət sözü yoxdur, düzdür? Bunlar ikisi də aid olacaqdır aplikasiya ilə naxış tikməyə. Dekorativ tətbiqi sənətin geniş yayılmış növü. Amma ki, bax, buradakı cümlə var, dekorativ tətbiqi sənət incə sənətin geniş yayılmış növüdür desə, götürəcəyik biz ağac üzərində oyma işlərini də, oymanı. Aydın oldu mu? Ağac üzərində oyma nədir? Ağacın bədii işləməsidir. Ağacın bədii işləməsi zamanı da bizə hansı alətlər lazım olur? Müəllimlər, baxırıq, bax, bu hissədə verilibdir. Bunlar da testdə düşən şeylərdir. Bax, ağac üzərində oyma zamanı bizə balta, bıçaq, kəski, iskənə və başqa oxşar alətlər lazımdır. Bax, balta, bıçaq, 2B kimi, kəski, iskənə. Bax, iskənə sözündəki hərflər kəski sözündə də var da, oxşardır, düzdür. 2B, bir də eyni hərflərin bir-birini izləməsi, bax, bu kəski və iskənə sözündə. Deməli, ağac üzərində oyma zamanı, yəni bədii işlənməsi zamanı ağacın bizə lazım olan alətlər nə oldu? Balta, bıçaq, kəski və iskənə. İndi baxırıq. Bax, deyir ki, ağac üzərində oymanın tarixi çox qədimdir, 100 illər öncəyə dayanır. Məsəl üçün, testdə sual düşər ki, ağac üzərində oymanın tarixi, yadımızda saxlayırıq ki, burada kitabda nə deyir? Deyir ki, 100 illər öncəyə dayanır. Amma müasir zamanda da var da, ağac üzərində oyma daha təkmilləşmiş formada, inkişaf etmiş formada. Məsəl üçün, mebeldir və məişət avadanlıqlarının işlənməsində üzərində, ağac üzərində oymanın müxtəlif növlərindən nə olunur? Orada istifadə olunur. Ağac üzərində oymanın hansı növləri var desə, baxırıq, bax, kitabımızda verilib hamısı. Deməli, nədir? Kəsmə ilə oymadır, bıçqılama ilə oymadır, müstəvi qanovcuqlu oymadır. Müstəvi qanovcuqlu oymanın özünün 2 növü var. Həndəsi oyma, kənar xətt üzrə oyma. Sonra bəzəkli oyma da adı çəkilibdir burada. Kənar xətt üzrə oyma var, qövsvari oyma var, yastı relyefli oyma var, qabarıq relyefli oyma var. Yəni, bunlar hamısının özünə məxsus xüsusiyyətləri var ki, biz testdə bunları qarışdırmadan nə etməliyik? Seçmə qabiliyyətinə malik olmalıyıq. İndi bir-bir baxaq bunların açar məqamlarına. Bax, yadımızda saxlayırıq. Bax, kəsmə ilə oyma ilə kənar xətt üzrə oyma. Hər ikisi də K hərfi ilə başladığına görə biz nə edə bilərik? Bunları bir balaca testdə, yəni ki, başımız qarışar, qarışdırmağı bacarar, qarışdıra bilərik. Bax, burada kənar xətt üzrə oymadır. Lap birincidə nə verilibdir? Kəsmə ilə oyma. İndi baxaq, hansı xüsusiyyətlərinə görə biz bunları biri-birindən seçə biləcəyik. Bax, kəsmə ilə oymada nə deyir? Ağac üzərində yerinə yetirilir. Belə oymada salınan təsvir elementləri bir-biri ilə əlaqəlidir. Fon əvəzinə çəltikləri əhatə edir. Kəsmə ilə oyma iki tərəfli deşiklər kəski və iskənənin köməyi ilə aparılır. Bax, birinci baxırıq. Kəsmə ilə oymada alət olaraq nədən istifadə elədik? Kəski və iskənədən. Bax, kəsmə sözündə də demək olar ki, o kəski və iskənəyə oxşar hərflər var da, düzdür? Kəsmə, K ilə başladı. Kəski və iskənə.
Yəni bir-birinə oxşuyur. Deməli, hansı alət və alətlərdən istifadə elədik? Kəsmə ilə oymada, kəski və iskənədən. Deməli, fon əvəzinə çərtiklərlə əhatə edilirdisə, götürcük kəsmə ilə oymanı. Deməli, belə oymada da salınan elementlər, bax, görürsünüz, hamısı bir-biri ilə əlaqəlidir, bir-birinə birləşikdir, düzdürmü? Bax, bir şey də nəzərdən saxlayaq. Məsəl üçün, Könül Ağayevanın testlərində bu şəkillər də verilir. Soruşur ki, məsəl üçün, hansı oyma növünə aiddir? Bax, bunu seçmək üçün biz nəyə diqqət edək? Bax, ağacdır. Kəsə bilərik ağacı. Kəsiləndir də, düzdür, kəsmək olar. Düzdür, deyək ki, yaşlı və quru ağacları kəsib istifadə eləmək olar, material kimi, oduncaq kimi. Amma yenə də yəni kəsilməsi mümkündür. Məsəl üçün, quşdur. Düzdür, sərçəni kəsməsək də, yəni ki, müəyyən quş ətləri var ki, bunlardan istifadə eləyirik. Deməli, bax, bunlar hər ikisi də kəsilə biləndir. Deməli, kəsmə ilə oymaya biz aid etcəyik. Deməli, kəsmə ilə oymanın açar sözləri nə oldu? Fon əvəzinə çərtikdən istifadə olunur. Alətləri oldu kəski və iskənə. Bir də elementlər bir-biri ilə əlaqəlidir. Keçdik indi növbətiyə. Birinci kənar xətt üzrə oymaya keçməyək. Buradan növbə ilə gedək. Bax, bıçqılama ilə oyma. Bax, bıçqılama ilə oymada nə deyir bizə? Bıçqılama ilə oymada deyir ki, kəsmə ilə oymada olduğu kimi icra olunur buradakı əməliyyatlar. Yəni ki, proses eyni prosesdir. Yalnız bircə fərq var. Fərq nədən ibarətdir, müəllimlər? Burada fərq ondan ibarətdir ki, bıçqılama ilə oymada bəzi sahələrdə bıçqı və lobzikdən istifadə olunur. Deməli, bıçqılama ilə oyma, bıçqı varsa, lobzik varsa, aid edəcəyik bıçqılama ilə oymaya. Amma ümumi götürdükdə, məsəl üçün, desək ki, eyni əməliyyatlar icra olunur hər ikisində, bu aid olacaqdır kəsmə ilə, bıçqılama ilə oymaya. Bir fərq də ondan ibarət oldu ki, bıçqı və lobzikin köməyi ilə kəsilir. Deməli, keçdik indi müstəvi qanovcuqlu oymaya. Bax, burada nədir? Bax, müstəvi qanovcuqlu oymada nə deyir bizə? Deyir ki, düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilən oyma üsuludur. Cəmi bir cümlə verilibdir. Amma biz bu qanovcuq sözünə, deməli, harada rast gəlirik? Səhv eləmirəmsə, kənar xətt üzrə oymada. Bizcə dəqiqə düşək aşağı. Ki, orada bir cümlə var ki, ondan qarışdıra bilərik. Aha, bax. Burada nə deyir? Kənar xətt üzrə oymada deyir ki, onun yeganə elementi qanovcuqdur. Bax, yeganə elementi qanovcuqdur desə, aid edəcəyik kənar xətt üzrə oymaya. Amma müstəvi oymada nə deyir? Qaydaq. Bax, deyir ki, müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilən oyma növüdür. Bax, müstəvi M-la başlayır. Müxtəlif M-la başlayır. Deməli, cümlədə müxtəlif qanovcuqlu, formalı qanovcuq sözü varsa, aid edəcəyik müstəvi qanovcuqlu oymaya. Amma sadəcə desək ki, onun əsas elementi qanovcuqdur, o zaman hara aid edəcəyik? Kənar xətt üzrə yeganə elementi qanovcuqdur desə, kənar xətt üzrə oymaya. Bax, testdə bu şeylərə diqqət eləyin ki, variantı səhv götürməyəsiniz. Bax, müstəvi qanovcuqlu oymanın açar sözü nə oldu? Düz səth üzərində cümlədə varsa, çünki yastı səth, hamar səth var da, rastlaşacağıq indi. Bax, düz səth sözü varsa cümlədə aid edəcəyik müstəvi qanovcuqlu oymaya, bir də müxtəlif qanovcuqların oyulması ilə yerinə yetirilən oyma üsuludur. Bax, müstəvi qanovcuqlunun bir dənə müstəvi qanovcuqlu oymadır ki, onun daxilində 2 dənə oyma növü var. Deməli, 2 növü var. Həndəsi oyma, bir də var kənar xətt üzrə oyma. İndi baxırıq. Bax, həndəsi oyma nə deyir? Deyir ki, ağac üzərində oymanın çox qədim üsuludur. Deməli, oymanın ən qədim üsulu desək, aid edəcəyik həndəsi oymaya. Nəyə görə? Çünki həndəsi oyma özü də, yəni ki,
qədimdən də, yəni ki, bu bəzək düzəkdən əlavə birinci insanlar xəttlər çəkməyi bacarıblar. Daha sonra yəni bəzəklərin salınmasını öyrəniblər. Yəni bu şəkildə yadda saxlayaq ki, ən qədim növü hansı oldu? Oymanın. Həndəsi oyma oldu ki, o da müstəvi qanovcuqlu oymanın növlərinə aiddir. Deməli, burada nədir? Bu oymada təsvirlərə müxtəlif kombinasiyalarla həndəsi forma verilir. Belə oyma çəpinə bıçaq və yarımdairəvi iskənə ilə düzxətli və qövsvari elementlər şəklində salınır. Əksər hallarda həndəsi oyma elementlərin forması fərqləndirilir. Məsəl üçün, element əsasən, bax, üçbucaqdır, kvadratdır, çevrədir. Bunlardan ibarət olur. Bax, bunlar hamısı da biz üçbucağı da, kvadratı da, çevrəni də, yəni bizim dövrümüzdə həndəsə dərsi keçilir də, düzdür? Həndəsə dərsində, yəni ki, çəkmişik, düzdür? Deməli, həndəsə oymanın elementləri deyəndə üçbucaq, kvadrat, çevrədən ibarətdir. Bunu yadda saxlayacağıq. Bax, naxışın qabarıq kəsmə ilə, bıçqılama ilə oyulması nə adlanır? Bəzəkli oyma. Bax, bayaqların biz keçdiyi kəsmə ilə oyma, bıçqılama ilə oyma. Deməli, bunlarla oyulan naxış, oyma necə adlanır? Bəzəkli oyma. İndi davam eləyirik bircə dəqiqə. İndi baxırıq kənar xətt üzrə oymaya. Ən sadə oyma növü deməli nə oldu? Kənar xətt üzrə oyma. Yəni ki, biz adicənə ülgü götürən zamanda ülgünü qoyuruq, xəttləyirik, o xəttlər üzərində çəkirik də. Ən sadə xətt çəkmək, yəni ki, ən sadə bir şeydir də. Ona görə də ən sadə növü desək, götürücük kənar xətt üzrə oymanı. Deməli, onun yeganə elementi də bayaq müzakirə elədik ki, kənar xətt üzrə oymanın yeganə elementi nə oldu? Qanovcuq oldu. Seçilən iskənənin növündən asılı olaraq qanovlar yarımdairəvi və üçkünc alınır. Bax, burada kitabda nə deyir? Deyir ki, xəttlər üzrə oyma təsvirin kənar xəttinin dayaz olmaqla yerinə yetirilməsidir. Əsasən çiçək, yarpaq, quş, heyvan təsvirlərinin salınması üçün istifadə olunur. Məsəl üçün, testdə sual düşər ki, çiçək, yarpaq, quş, heyvan təsvirlərinin salınması hansı oyma növünə aiddir? Yadımızda saxlayırıq ki, kənar xətt üzrə oymaya. Çünki çiçək, ki ilə bitdi, düzdür, çiçəklə əlaqələndirək də. Kənar xəttdə ki ilə başlayır. Sonra, bax, dırnaq şəkilli oyma var ki, burada nə deyir? Bax, bir cümlə də yadımdan çıxdı, demədim. Bax, bu cümləni də yadda saxlayırıq burada. Bax, təsvirin eni və uzunu eyni ölçüdə olan qanovlarla yerinə yetirilir. Bəzən də qanovların ölçüsü dəyişə bilər. Bax, en və uzun eyni ölçüdə olan qanovlar varsa, aid etcik hara? Kənar xətt üzrə oymamıza. Bax, indi baxırıq qövsvari dırnaq şəkilli oymaya. Bax, əsas elementi qövsdür. Məsəl üçün, görürsünüz, dırnaq şəkili, dırnağımızın da baş hissəsi yarım dairə formasındadır. Qövs də, yəni ki, yarım dairə deməkdir də, düzdür. Yəni ki, həmin o izə oxşuyur bu qövsvari oyma, dırnağımızın qoyduğu C. Yəni, hamar səth üzərində yarım dairəvi çapıqdır, qövsvari oyma. Deməli, hamar səth üzərində yarım dairəvi çapıqdirsə, aid etcik hara? Qövsvari oymaya. İndi baxırıq yastı relyefli oymaya. Yastı relyefli oymada nədir? Hər hansı bir təsvir eyni səthdə oyularaq salınır. Bax, eyni səth varsa, hara aid etcik biz bunu? Yastı relyefli oymaya. Düz səth üzərində, məsəl üçün, olanda aid etcik müstəvi qanovcuqlu oymaya. Amma eyni səth üzərində olsa, ya hara aid etcik? Yastı relyefli oymaya. Bax, düz səth də var, eyni səth də var. Dedik ki, düz səth aid oldu müstəvi qanovcuqlu oymaya. Amma ki, yastı eyni səth sözü varsa, bu yastı relyefli oymadır. Baxın, şəkil var, burada da görürsünüzmü? Yəni ki, eyni səthdə də, eyni səthin üzərində nə ediblər? Orada oyma işlərini icra ediblər.
İndi baxırıq qabarıq relyefli oymaya. Bu asandır qabarıq relyefli oyma. Baxın, şəkildən də görürük ki, burada nədir? Heykəl oxşuyur da, düzdür müəllimlər? Görürsünüz, heykəl forması verir də. Yəni fona bitişik deyil də. Fondan ya qismən, yaxud da ki, tamamilə ayrıdır. Heykəl görüntüsü verir. Bax, hamar səthi üzərində bir tərəfli təsvirin fərqli olaraq qabarıq oyma təsvir hər tərəfli işlənilir. Qabarıq oymada təsvir hər tərəfli işlənir. Yəni, hər tərəfi işlənir. Bax, burada da hamar səth sözünü yadda saxlayırıq. Deməli, eyni səthdə oyularaq salınırdısə, yastı relyefli oldu. Sonra, hamar səth varsa, hamar səthdə salınırdısə, aid etcik qabarıq relyefli oymaya. Düz səth üzərində olur, müxtəlif formalı qanovcuqlar deyirsə, bu zaman nə edəcəyik? Aid etcik müstəvi qanovcuqlu oymaya. Deməli, 3 dənə səth sözünə də biz burada rast gəldik. İndi davam eləyək. Bax, başqa burada nə deyir? Deməli, qabarıq relyefli oyma ağac üzərində oymanın ən çətin növü. Ən çətin növüdürsə oymanın götürcük qabarıq relyefli oyma. Çünki orada da bacarıq lazımdır. Onu tam olaraq oyub hazırlamaq üçün çox çətindir. Sadə növü desək, bayaqlarım demişdik, ən sadə növü hansı idi? Kənar xətti üzrə oyma. Ən qədim, çox qədim növü, oyma növü də olacaqdı, həndəsi oyma. İndi baxaq, burada ağaçlar var. Onlar bir balaca bizim beynimizi qarışdıra bilər. İndi bunlara bir-bir baxaq. Bax, nəfis oyma işləri üçün. Bircə dəqiqə yuxarı qaldıraq. Bax, çox incə və dəqiq oyma işləri üçün toz ağacından istifadə olunur. Toz ağacı biz demişdik ki, ən möhkəm oduncağa malik olan ağac idi ki, ondan demişdik ki, həqqaqlar istifadə edirlər. Deməli, incə və dəqiq oyma işlərini aparmaq üçün. Yəni ki, oyan zaman toz çıxarırıq da o hissələri, oyduğumuz hissəni. Bir var ki, batırırıq, məsəl üçün, iskənəmimi, bıçağımı, neynir? Çat verir, qopur, yekə bir hissə çıxır. Amma ki, dəqiq oyma iş aparırıqsa, biz bilirik ki, oradan bir balaca, qırıq-qırıq, xırda-xırda hissələr çıxartmalıyıq. Ona görə də nədən istifadə edirik? Dəqiq yonma işində toz ağacından. Sonra, baxırıq. Bax, oyma üçün ən yaxşı material. Ən yaxşı materialdirsə, cökə, ağcaqovaq, qızıl ağacı götürəcək. Açar sözümüz də olsun burada ağcaqız. Deməli, ağcaqovaq, qızıl ağac və cökə ən yaxşı materialdır. Biz demişdik, cökə ağacı yumşaq materiallı ağacı idi da. Sonra baxırıq. Bax, armud var, ağcaqayın var, alma ağacları var ki, bunlar nə üçün istifadə olunur? Nəfis oyma işlərində. Deməli, nəfis oyma işləri üçün hansı ağaclardan istifadə olundu? Armud, ağcaqayın, alma. Bunu belə əlaqələndirək də. Bizim nəfsimiz, məsəl üçün, cökə çəkə bilər? Yox. Alma, armud yeyilən məhsulda meyvədir. Deməli, nəfsimiz nəyi çəkə bilər? Almanı çəkə bilər, armudu çəkə bilər. Məsəl üçün, ağcaqayın. Qayın da, yəni insandır. Onun da nəfsi, məsəl üçün, almadır, armuddur. Belə danışıram ki, belə yadınızda qalsın. Çəkə bilər, düzdür. Deməli, nəfis oyma desə, nəyi götürdük? Armud, alma və ağcaqayın ağaclarını. Deməli, bunların da oduncaqları fil sümüyünə bənzəyirdisə, sıxlığına görə. Yenə də, yəni ki, biz 7-ci sinifdə ən sıx ağaclara aid eləmişdik də, alma, armud sıxlığına görə seçilən ağaclar idi. Burada da, yəni, yadınızda qalsın ki, fil sümüyünə bənzəyən hansı oldu? Sıxlığına görə. Alma, armud, ağcaqayın nəfis oyma işlərində də onlardan istifadə olunur.